Herkese salam. Bugün Turgut Travel izləyiciləri üçün və turistləri üçün gəlmişik Didim'in yepyeni otellərindən birinə. Andabarut Collection Didim otelinə. Bu otelə gəlmək üçün Azərbaycandan ya birbaşa Bakı-Bodrum reyslərindən uça bilərsiniz və yaxud da ki Bakı-İzmir reyslərindən gələ bilərsiniz və aeroportdan, hər iki aeroportdan otelə təxminən 1 saat yarım, 1 saat 40 dəqiqəlik yoldur. Otelin aeroportdan belə uzaq olmağına baxmayın. Mütləq şəkildə tövsiyə elədiyimiz otellərdən biridir. Gəlib görməli olduğunuz otellərdən biridir. Oteldə yoxdur. Siz istəyir bura ailə ilə gəlin, istəyir cavan olaraq gəlin, fərqi yoxdur. Hər konseptə uyğun bir oteldir. Yəni burada uşaqlı ailələr Kids Club-ından tutun, akvaparkı, Luna Parkı hər şey var. Eyni zamanda cavanlar üçün diskosu, klubu, beach barı hər şey var. Yəni bir sözlə hər ailəyə uyğun konsept bir oteldir. Yepyeni bir otel olduğuna görə həqiqətən siz o yeniliyi, müasirliyi otelin dizaynında da hiss eləyə biləcəksiniz və modern üslubda bir oteldir. Gəlin oteli bir yerdə gəzək. Bu otelə gəlmək istəsəz ölkənin, Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan Turgut Travel-a müraciət edib əldə edə bilərsiniz. Onu da deyim ki, Turgut Travel olaraq biz bütün lüks otelləri, bütün hər şey daxil konsept otelləri gəlib özümüz yerində çəkib sizə göstərmək istəyirik və sizə düzgün məsləhət verəcək turizm şirkətlərindən biriyik və biz bilirik ki, siz hansı otellərdə olmusunuz. Biz də həmin otelləri gəzib çəkirik ki, sizə düzgün məsləhət verə bilək ki, öz olduğunuz oteldən sonra hansı oteli bəyənərsiniz, hansı oteli bəyənmərsiniz, hansı otelin üstünlükləri nədir, əksiklikləri nədir, bütün bunların hamısını sizə tək-tək izah eləyə bilək deyə ona görə də gəlib otelləri özümüzdə gəzirik. Gəlin bir yerdə oteli gəzək, otel turumuzu başlayaq və sonda qiymətlə bağlı Turgut Travel-a müraciət edin. Otelin burada giriş hissəsindən, lobby hissəsindən siz girişdə sol tərəfdə resepsiyondan qeydiyyat keçirsiniz. Daha doğrusu tam girişdə asistanlar sizə yaxınlaşır və sizi yönləndirirlər lobbydə gözləmə hissələrinə. Siz burada gözləyərkən çay, kofe və onların sizə sunduğu ikramlıqlardan yeyirsiniz və bu zamanda sizin asistanınız sizin qeydiyyatınızı tamamlayır. Ondan sonra asistan sizə öz nömrələrini verir və sizinlə bir yerdə qrup oluştururlar və həmin qrupda sizin gündəlik aktivitelərinizi göndərirlər və həmçinin oteldən nəydən şikayətiniz varsa, hər hansı bir tələbiniz varsa asistanınıza yazırsınız. Asistanınız sizə 7/24 köməkliyi göstərir. Gəlin bir yerdə həmin resepsiyondan başlayaq, videomuzu davam edək. Bax, girişdə sol tərəfdə belə resepsiyon var. Bura müştəri xidmətləridir. Müştəri xidmətləri onu deyim ki, çox gülərüz personaldır və həqiqətən doğrudan sizə 7/24 köməklik göstərirlər ki, sizin hər hansı bir narahatçılığınız olmasın. Yuxarıda lobby hissəsində, girişdə, resepsiyon hissəsinin yanında bir neçə mağazalar var və bundan da əlavə convention center var. Yəni siz bu otelə tək dincəlmək üçün yox, həmçinin öz biznes görüşlərinizi təşkil etmək üçün də gələ bilərsiniz. Və biz yuxarı mərtəbədən düşürük aşağı. Aşağı mərtəbədə bax yuxarıda arxamda gördüyünüz ya pləkanlarla düşə bilərsiniz, ya liftlərlə düşə bilərsiniz. Buranın da çox rəng tonları çox açıq və çox rahat rəng tonları var. Gəlin indi aşağı mərtəbəni gəzək. Deməli bu giriş hissədə düz qarşımızda patisserie hissəsi var. Onun işləmə saatları səhər 11-dən axşam saat 10-a qədər o patisserie hissəsi açıq olur. Patisserinin həmən arxasında ana restoranı yerləşir. İndi də otelin ana restoranını göstərim sizə. Bura detokslar olan hissəsidir. Qarşıda çörək var. Burada da belə şirniyyat oteldir. Ümumiyyətlə ana restoran haqqında onu deyim ki sizə. Gündə 3 dəfə səhər, günorta və axşam olmaqla bura açıq olur. Və bundan əlavə əgər siz ana restoranda yemək yeməyi sevmirsinizsə, onda alakart restoranlarından istifadə edə bilərsiniz. Bax, burada məsələn salatlar var. Daha sonra qarşıdakı yeməkləri də göstərim.
və düz qarşısında alış-veriş edə biləcəyiniz mağazalar var. Bundan da əlavə alakart restoranlarından biri olan Cibes restoranı var və onun da həmən yanında uşaqlar üçün kids clubı var. Gəlin bir yerdə onları gəzək. İlk öncə buranın sizə dizaynını göstərim. Baxın, o qədər rahat, o qədər geniş və fərahdır ki, və bunlar da hamısı bütün bitkilər, hamısı təbii bitkilərdir və burada restoranlarda, bu hissədə Olivia restoran deyirəm, QR kodlar olur masaların üzərində və siz bu QR kodlardan sifariş edirsiniz və qarsonlar sizin içəcəklərinizi həm bu içəri hissəyə, həm də restoranın çöl hissəsinə, burada qarşıda gördüyünüz bu oturma yerlərinə servis edirlər. İndi gəlin restoranın içərisinə girək. Burada da çeşidlər, çay çeşidləri var, sonra kofe çeşidləri var. Bax, belə burada girişində şokolad çeşidləri var. Və onun da qarşısında burada şirniyyatlar var, eklerlər, cheesecake'lər və s. Sonra onun yanında da həmçinin dondurması da var. Bax, burada belə top dondurmalar da var. Və onu deyim ki, personal haqqında həqiqətən xidməti yüksək olduğu, servisin yüksək olduğu otellərdən biridir deyərdim. Burada oturma hissəsi. İndi davam edək, qarşıdakı mağazalardan bir neçəsini göstərim sizə. Burada da belə aksesuarlar. İndi bunun da qarşısında Cibes restoranı var. Cibes restoranı da alakart restoranlardan biridir və tam ödənişsiz olur bu restoran. Burada da yenə QR kodlarla sifariş edə bilirsiniz yeməklərinizi. Bax, bu da restoranın ümumi görüntüsü. O tərəfdə patisserie hissədən gəlirik bura və burada da uşaqlar üçün Kids Club var. Kids Club Baby Star adlanır və bu Kids Club səhər saat 10-dan axşam saat 11-ə qədər açıq olur. Həmçinin onu deyim ki, uşaqlar 4 yaşından 8 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. Əgər uşağınız 4 yaşdan aşağıdırsa, onda siz burada daya xidməti almalısınız. Gəlin onun haqqında məlumat verim. Burada Kids Club'ında gündəlik saatlar qeyd olunur. Hansı saatla uşaqlar üçün hansı fəaliyyətlər olacaq, onlar qeyd olunur. Və dediyim kimi, əgər uşağınız 4 yaşından aşağıdırsa, onda siz daya xidməti olursunuz və bunun da bir saatı 15 evro olur. Amma 4 yaşdan 8 yaş arasıdırsa, istədiyi saatda gəlib, istədiyi saatda bu Kids Club'ı istifadə edə bilirlər. Gəlin bir yerdə sizə burada uşaqlar üçün olan oyun alanlarını göstərim. Həmçinin yatmaq otaqları da var uşaqlar üçün. Həmçinin saçlarını belə boyayacaqları, daha doğrusu üzlərini boyayacaqları, saçlarını hörəcəkləri yerlər də var. Burada oyun alanlarıdır. Deyim ki, bəzi üst segment otellərdə bəzən olur ki, oyun alanları otaq-otaq fərqli-fərqli olur. Amma burada elə deyil. Burada türklər demiş, genel ortaq alandır. Uşaq istədiyini, bəyəndiyi, ürəyi açan hansı rəng otaqdırsa, gedir oranı istifadə edir. İndi də gedirik akvaparkına, bu uşaqlarla bir yerdə. Bunlar hazırlıqlı gəliblər. Gedək indi akvaparkına baxaq. Bura iyul-avqustda gəlin, istəyir sentyabr-oktyabrda gəlin, fərqi yoxdur. Burada istənilən vaxtı çimə bilirsiniz. Otel normalda noyabr ayına qədər açıq olur və onu deyim ki, payız aylarında bəzən bizim turistlərimiz fikirləşir ki, hava sərin olar. Amma yəni bununla bağlı hər hansı bir narahatçılığınız olmasın, çünki sərin aylarda hovuz ısıtmalı olur. Həm də akvaparkın suyu da. Gəlin indi o qarşı tərəfə keçək və öylər üçün olan hissəyə də baxaq. Akvaparkdan çıxanda burada sinek restoran kimi bir yer var.
Bax bura. Burada da həm meyvələr var, həm marojnalar var uşaqlar üçün, həm belə sütlaç, hamburger tarzı şeylər. Həm yəni demək istədiyim odur ki, həm şirin, həm də belə. Sonra bax burada şey var, marojnaları var. Sonra onun da qarşısında Luna Parkıdır. İndi işləmir. Axşam görüntülərini əlavə eləyərəm. Axşam bura çox rəngarəng olur. Həqiqətən uşaqları heç buradan çıxartmaq mümkün deyil. Burada belə maşınları var, sonra belə əyləncə yerləri var. Həqiqətən bir də onu adam fikirləşir ki, səhər necə boş görünür, amma axşam bura o qədər gözəl olur işıqla. Sonra hələ burada qarşıda bax bu hissədə tramvayı da var. Uşaqlar oranı çox bəyənir və bunlar hamısı ödənişsizdir. Uşaqların akvapark yerinə çıxdıq, oranı gəzdik. İndi oradan gəlirik içəri doğru. Düz akvaparkla üzbəüz burada wellness center var. Gəlin sizi otelin spasından tanış edeyim, ora baxaq. Girişdə, burada sağ tərəfdə belə bir dinlənmə otağı var. Qarşımızda dinlənmə otağıdır. Bu tərəfdə masaj otağıdır və onu deyim ki, buranın masajistləri Balidən, Taylanddan gəlib, onu da qeyd edeyim. Bu dinlənmə hissəsidir və spa hissəsi haqqında onu deyim ki, bura xanımlar üçün olan ayrıdır, kişilər üçün olan ayrıdır. Bax, burada sizə belə hamam xalatları verirlər. Sonra bu şkaflarda tərliklər olur, sular olur. Sonra bu qarşıda xanımlar üçün olan spadır. Spasında türk hamamı var, saunası var, peeling otaqları var və snow room var, buz otağı var. Bax, bura buz otağı. Bax, belə. Bura buz. Sonra bura saunası. Baxın, bu da saunanın içi. Sonra buranı göstərim. Bura belə fərqli səslər gəlir. Biraz buradan qorxuram, tez qaçaq. Baxın, belə bir otaq var. Sonra burada soyuq su var belə. Burada buxar otağıdır. Onun da qarşısı da burada türk hamamıdır. Burada belə. Burada da həmçinin belə uşaqlar üçün, həm də belə böyüklər üçün hovuzu var. Spadan çıxandan sonra belə fitnesi də göstərim. Bura qarışıqdır, yəni xanımlar və kişilər bir yerdə. Və bunun da çölündə yoga aktiviteləri olan hissədir. Fitness hissəsindən çıxdıq. Gəlirik ümumilikdə otelin ümumi ərazisini göstərim sizə. Andabarut Collection haqqında onu deyim ki, bu otelin ərazisi həddindən artıq böyükdür. Mənim bu dəqiqə olduğum vaxtda oteldə 1400 qonaq var, amma siz heç bir halda o qədər qonağın olduğunu hiss eləmirsiniz. Bilirsiniz niyə? Çünki otelin ərazisi həddindən artıq böyükdür. İndi də gəlin bərabər Andabarut Collection dedim otelin otaqlarının birinə baxaq. Bizim qaldığımız otaq 12-10 nömrəli otaqdır. Belə bir qardırob hissəsi var. Qardırobunda belə seyfi var, burada əşyaları var, dabankeş və s. Sonra belə xanımlar üçün Andabarutun özünün loqolu bir çantası qoyulub. Daha sonra burada ütü masası var, burada xalatlar var, tərlik var. Gəlin bərabər sanuzelinə baxaq. Burada sanuzeli iki hissədən ibarətdir. Bax, iki moydadır var. Daha sonra burada
baxım əşyaları var, baxım setləri var və çox gözəl xanımlar üçün 2 cür fen var. Həm belə düzləşdirici fen, həm də belə hava feni. Bu çox gözəldir. Burada çox geniş, rahat, açıq rənglərdə istifadə olunmuş soft otaqdır. Bizim qaldığımız otaq twin otaqdır, 2 ayrı kravatdır. Amma siz əlbəttə yoldaşınızla gəlirsinizsə, bunu king otaq olaraq da, yəni birləşik kravat olaraq da götürə bilirsiniz. İndi gəlin mini barına baxaq. Burada mini barında həm spirtli içkilər var, həm spirtsiz içkilər var, həm belə şirniyyatlar var və mineral sular da var həmçinin. Sonra bu hissəsində çərəzlər var. Sonra burada belə çaylar var və burada kapsul kofe aparatı olduğuna görə kapsul kofelər var. Həmçinin burada belə girişdə qonaqlara şərab ikram olunur və bundan əlavə gəlin bir yerdə otağımızın mənzərəsinə baxaq. Bizim otağın mənzərəsi akvaparka baxır. Həmçinin onu deyim ki, siz axşam əgər kondisioneri qoşmaq istəmirsə, havalandırmanı qoşmaq istəmirsə, belə setkalar var. Təmiz hava da ala bilərsiniz. Gəlin indi bir yerdə mənzərəsində baxaq. Bu mənzərə akvapark görüntülü otaqdır və onu da deyim ki, həmçinin burada bax belə akvaparkı da göstərdim. Həmçinin burada oturma hissəsi də var. Burada axşam oturub qəşəng çayınızı, kofenizi içib dincələ bilərsiniz. Sonra burada belə paltar asmaq üçün yer də var. İndi davam eləyək otelin digər hissəsinə keçək. Bu hovuzda əsas gündəlik aktivitelər olur. Məsələn, aqua gym falan burada olur. Daha sonra bax burada qarşımızda indi burada yoga dərsləri keçirilir. Bununla da düşək aşağı hissəsinə. Gəlin bu birinci bura hovuzun kənarlarına baxaq. Ondan sonra da hovuzdan aşağı düşək. Hovuzun kənarlarında onu deyim ki, şezlonglarda QR kodlarından siz yeməklər sifariş edə bilirsiniz və hovuzu yetəri qədər böyükdür. Bax, burası da hovuzu. Bu da uşaqlar üçün balaca hovuzu. Bu otelin düz qarşısında olan hovuzudur. Amma elə bilməyin ki, hovuzu elə bu boydadır, heç bir halda. Yəni, bura sadəcə uşaqlı ailələr üçün olan hovuzdur. Bütün oteldə swimming otaqlar var. Swimming otaqların hamısının qarşısında hovuzlar var. Həmçinin sırf adult onlu olan hovuzu var. İndi gedib oranı da göstərəcəm. Yəni, elə bilməyin ki, hovuzu balacadır. Bunun da qarşısında belə bar hissəsi var. Bu barda da axşam bunun qarşısında belə klub olur. Bu tərəfdə, burada. Və burada da belə içkilər servis olunur. Və bu içkilər də gəlin sizə çeşidlərini göstərim. Burada barda olan bütün içkilər, hamısı istisnasız olaraq, hamısı tam ödənişsizdir. Yəni, bax, siz indi burada videoda göstərdiyim içkiləri buradan içə bilirsiniz və heç birinə heç bir halda əlavə ödəniş eləmirsiniz. Ümumi otelin konseptinə daxildir. Ondan biraz aşağı düşəndə bu tərəfdə görürsünüz, əyləncə hissəsi, səhnə hissəsi var. Orada da şou proqramları olur hər gün və ondan da aşağı düşürük plyaj hissəsinə. Onu da deyim ki, oteldə bax belə shuttle servislər var və bu shuttlelar 20 dəqiqədən bir gəlir. Amma shuttle-la getmək istəmirsə, özünüz belə aşağı düşürsünüz. Buradan da məsələn sağ tərəf gedir otelin villalarına doğru. Tam otelin bu hissəsində sizə bir detal göstərmək istəyirəm. Bax, bayaq dedim ki, sizə bu otel həm ailəvi oteldir, həm də gənclər üçün nəzərdə tutulan oteldir. Tam olaraq bu hissədə. Bu arxamda gördüyünüz iç hovuzdur. İç hovuzun
Sol tərəfində qalan hissə uşaqlı ailələr üçün olan blokdur. Bu tərəfdə qalan hissə isə adult only arenadır. Yəni bura isə sırf cavanlar üçün olan, böyüklər üçün olan bir yerdir və villalarda arxamda gördüyünüz bu villalardır. Villalarda onu deyim ki, buranın villaları həqiqətən o qədər gözəl dizayn olunub. Bir də villaların özün velosipedləri də var. Həmin velosipedlər adama Maldiv xatırladır. Maldiv villaları kimdir? Gəlin onlara baxaq. Burada villalarında belə velosipedləri də var. Çox qəşəng, fərqlidir və şirindir. Maldiv villalarına oxşuyur və bilirsiniz ki, Maldivdə də belə villalarda velosiped qoyurlar əsasən. İndi keçək o birisi. İndi də su aktivitelərinin olduğu hissənin düz qarşısındayıq. Burada Cape Beach restoranıdır. Bu restoran Meksika restoranıdır və bu restoran gündə 2 dəfə fəaliyyət göstərir. Günorta 12-dən saat 4-ə qədər lunch xidməti olaraq fəaliyyət göstərir. Saat 4 ilə 7 arası fasilə arası olur. 7-dən axşam saat 10-a qədər Meksika restoranı olaraq, alakart restoranı olaraq buranı istifadə edə bilirsiniz. Bu restoran haqqında da onu deyim ki, tamamilə ödənişsizdir, yəni otelin konseptinə daxildir. Sadəcə mütləq şəkildə əvvəlcədən rezervasiya olmalıdır. Siz də bu oteldə hər hansı bir alakart restoran bron eləmək istəsəz, Andabarut Collection application'a girirsiniz, oradan özünüz rezervasiya eləyirsiniz və rezervasiya hər gün saat 10-da açılır və mütləq şəkildə kim birinci girib yeri götürürsə, onlar yeri zayt eləmiş olurlar. Və otelin bu Cape Beach haqqında sizə onu deyim ki, bax burada görürsünüz necə ağ tonlar, soft tonlar, bej tonlar istifadə olunub. Buranın dizaynında. Burada da yenə içki çeşidlərini də göstərim sizə. Burada da yenə eyni qaydada spirtli və spirtsiz içkilər var və bütün içkilər hamısı ödənişsizdir. Bax burada da içki çeşidlərini sizə göstərim. Yaxından baxın. Bu içki çeşidləri hamısı əlavə ödəniş olmadan istifadə edə bilirsiniz. Buranın mənzərəsi də həqiqətən çox gözəldir. İyi akşamlar Turgut Travel izleyicileri. Andabarut Collection'a hoş geldiniz. Burası Cape Beach Restorantı, Amerikan ve Peru mutfağı akşamında. Gördüğünüz bar tamamen bir alakart barı değil. Öğlenleri saat 10'da, sabah saat 10'da barımız alakarttan ayrı bir şekilde faaliyete başlıyor, açılışı yapılıyor. Saat 10'da başlayıp öğlen 12.30'da restoranımız, alakart restoranımız sineğe başlıyor. Saat 4.30'a kadar bir sinek servisimiz var. Bundan sonra da bir arada 3 saatlik boşluğumuz oluyor alakarta geçiş yaparken. Biz o sırada restoran hazırlığı yaparken barımız kesinlikle kapanmıyor. Orta kısımda bistro masalarda misafirlerimize bu barımızdan hizmet vermeye devam ediyoruz. Sonra saat 7'den sonra akşam alakartımız başlıyor. Barımız alakartımız için hizmet vermeye devam ediyor. Saat 10'da misafirlerimizi gönderdikten sonra gene barda keyifli bir şekilde çayını, kahvesini içmek isteyen misafirlerimiz için 11'e kadar saatimizi uzatıyoruz. Bar kapanışımız da 11'de. İndi bu restoranın qarşısında olan Adult Only plajına baxaq. Yuxarıdan düşürük aşağı bu Adult Arenaya. Burada uşaqlı ailələrinə icazə verilmədiyinə görə, oteldə də çoğunluqla uşaqlı ailələr olduğuna görə hal-hazırda bura boş kimi görünür. Bu plajın uzunluğu 400 metrdir və burada heç bir halda plajında daş yoxdur. Yəni tamamilə plajı qumdur. Və belə sizə yuxarıdan da plajın görüntüsünü göstərim, dənizi də göstərim. Təmiz, dupduru dənizi var. Plajından qalxanda sizə burada belə dekorlarını göstərim. Həmçinin otelin axşam gəzə biləcəyiniz ərazisini göstərim. Bax, bura yamyaşıldır, çox gözəl. Axşam təmiz hava alıb yürüyüş eləyə biləcəyiniz bir yerdir.
və burada swim up otaqlardır. Swim up otaqların bəziləri bu adult arenaya, ana hovuzuna baxır. Adult onlu hissədən içəri girəndə burada 2 dənə restoran var. Kara restoranı və bir də Tiger restoranı. Bu restoranlar da axşam fəaliyyət göstərir. Buranı da yenə eyni şəkildə rezervasiya edirsiniz, ödənişsiz. Və buranın da içərisində göstərim. Tiger restoranı Asiya mətbəxidir. Həm Kara restoranı, həm də Tiger restoranı saat 7-dən axşam saat 10-a qədər açıq olur. Bunlar bir-birinə çox yaxındır. Axşam alakart servis olunur burada. Ha, bura. Mən onu deyim ki, bu restoran haqqında mən buradan çox məmnun qaldım. Çünki otelə girişdən heç bir halda applicationdan qeydiyyat keçə bilmirdim. Müştəri xidmətlərinə yaxınlaşdım. Onlar da yönləndirdilər bu restorana və gəldim, burada yerində köməklik elədilər. Amma çox rahatlıqla bir sonraki günlərdə qeydiyyatı özüm eləyib, ödənişsiz şəkildə gəlib buranı istifadə elədim. Belə, yəni demək istədiyim odur ki, müştəri məmnuniyyəti üçün çox önəm verirlər müştəri məmnuniyyətinə. Və bir də onu deyim ki, biz bu yeməyi yeyəndən sonra şirniyyatları yemədik. Qarson da israrla dedi ki, yox, mütləq şəkildə sizə məsləhət görürəm ki, bizim şirniyyatların dadına baxın. Merhaba. Elə bax o videoda gördüyümüz. Təşəkkürlər, iyi olun. Elə videoda gördüyünüz qarson israrla dedi ki, yox, mütləq şəkildə bizim paxlavaların dadına baxın. Həqiqətən elə dediyi kimi çox dadlıydı. Hətta deyərdim ki, yediyim ən dadlı paxlavalardan biri idi. Bir daha ona görə də kollektivlərinə və şeflərinə təşəkkür edirəm. Və davam edək, digər hissəyə keçək. Hə, gəldik, çıxdıq Anda Barut Collection otel tanıtımımızın sonuna. Otel haqqında onu deyim ki, çox yepyeni bir oteldir və Azərbaycanlıların çoxsunun gəlmədiyi bir bölgədir, Didim bölgəsi. Nə qədər erkən rezervasiya elətdirsəz siz oteli, o qədər uyğun qiymət almış olursunuz və ən önəmli aşağı otaq kateqoriyalarında yer tapmış olursunuz. Onu bilin ki, sezona doğru getdikcə oteli almaq istəyəndə aşağı kateqoriya otaqlar dolmuş olur və siz məcbur daha üst kateqoriya otaq götürmək məcburiyyətində qalsınız. Ona görə də nisbətən qiymətlər daha yüksək olur. Və əlbəttə, yenə də deyirəm, təkrar şəkildə bu otelə gəlmək istəsəz Turgut Travel-a müraciət edin. Çünki biz Turgut Travel olaraq gəlirik, bütün otelləri hamısını özümüz tək-tək çəkirik, sizə göstərməyə çalışırıq. Bizim həmçinin bütün menecerlərimiz bütün otelləri tək-tək gəzir ki, sizə detallı məlumat verə bilsinlər və daha əvvəl hansı oteldə olmusunuzsa, o otelə uyğun desinlər ki, hansı oteli bəyənərsiniz, hansı otelin nə kimi üstünlükləri var, nə kimi əksiklikləri var. Bir sonraki videoda görüşənədək özünüzə yaxşı baxın. Hələlik!